Salam dəyərli müştərilər, hər vaxtınız xeyirli olsun. Bu bizim artıq 3-cü videomuzdur. Ən çox satılan və bənzəyən eyni ətirlərin həm saxtasını, həm də orijinal versiyalarını göstəririk ki, dəyəri 20-30 manat olan bir məhsula 300-500 manat ödəməyəsiniz. İlk öncə biz saxta məhsul satmırıq. Hər bir brendin özünə məxsus olan ətiri var, biz də onu təqdim edirik. Ola bilər ki, hər hansısa bir fikrimi tam olaraq sizə ötürə bilməyim. Bu video məhsulu alarkən daha da diqqətli olmağımız üçündür. Hal-hazırda bundan əvvəl təqdim etdiyimiz 2 videodur. Strong Visi Intensive versiyasıdır, bir də Lancome brendindən La Veste Bella. İstər məhsulun çəkisi olsun, qapağın forması olsun, yazların keyfiyyəti olsun, kifayət qədər fərqlər var. Ətir haqqında məlumat verim. Ətin aslında olan parfümer Pierre Montali'dir. Pierre Montali həm Montali, həm də Mancera brendinin qurucusudur. Eyni parfümerdir və şərq üslubda hazırlayır ətirlərini. Daha keyfiyyətli, daha qalıcı ətirlərə sahibdir. İstər Mancera brendi olsun, istər Montali brendi olsun. Bu ətirin aklası deyərdim ki, çox rahatlıqla aldana bilərsiniz. Birə-bir eyni kopyadır, birə-bir. Fikir verin. Paketlənmə də eynidir. Fərq olmalıdır paketin. Görsünüz, fikir verin. Orijinalda isə bu cür bağlamadır. Orijinal məhsulda QR kod var. QR kod haqqında qısa bir məlumat vermişəm. Bunu buradan götürüb orada qoya bilərlər. Yəni bu adi bir şeydir. Amma orijinalda QR kod görürsünüz var, aklasında yoxdur. Amma birə-bir kopyadır. Birə-bir. Yazılar demək olar ki, birə-bir kopyalanıb. Bizə lazım olan mənim ən sevdiyim tərəzi. Çəki fərqi mütləq şəkildə olmalıdır. Saxta məhsulun çəkisi 157 qram. Orijinal məhsulun çəkisi 165 qram. Daha ağırdır. Görüntünü yaxınlaşdıraq, qutu açılışı olacaq. Daha yaxın görmək üçün saxta məhsulun qutu açılışıdır. İndi orijinal məhsul açaq. Yazılar daha keyfi. Orijinalda əlbəttə ki, yazılar daha keyfiyyətlidir. Keyfiyyət fərqi açıq-aşkar bilinir. Saxta məhsulda isə baxın, görürsünüz. Saxta məhsulun qabı ilə tanış olaq. Həqiqətən də mən belə bir aklas görməmişdim. Buna bax. Amma mütləq şəkildəki fərqləri olacaq. İlk öncə parçalarla tanış olaq. Keyfiyyətinə baxaq, fərqlərinə baxaq, çəkilərinə baxaq. Orijinalda daha yüngül, daha keyfiyyətli parçadan olduğu bilinir. Çəkiləri ilə tanış olaq. 12 qram saxta məhsulundur. Orijinalı 9 qramdır. Dediyim kimi daha keyfiyyətli, daha yüngüldür. Parçadan bilinir ki, həqiqətən də keyfiyyətli bir məhsuldur. Saxta məhsulundur. 113 qramdır. %123 qramdır. Dəmirlər də çəkisini baxaq.
Orijinal məhsuldadır. Birinci saxtada yoxlayaq. Birinci ilə başlamışıq. Dəmirlərini də yoxlayaq çəkisini. Saxta məhsulda 4 qram. Orijinal məhsulda 5 qram. Vitrin qutusunda çəkisinə baxaq. 30 qram saxta məhsuldadır. Orijinal məhsulda 31 qram. Nəmirlərin keyfiyyətindən də görəcəksiniz. Orijinal məhsulda baxın. Daha keyfiyyətlidir. Fikir verin, saxta məhsulda başlıqlar daha kiçikdir. Orijinal məhsulda da biraz ona nisbətən böyükdür. Və saxta məhsulundur. Bu orijinal məhsulunda fikir versiniz içərisinin fərqini. Baxın. Ətrin qoxusuna da tanış olaq. Bəli, qoxu fərqi var. Fikir versiniz rəng fərqini. Daha qızılıdır. Daha tünd qızılıdır. Bəli, dəyərli müştərilər, videonu yekunlaşdırıram. İnşallah ki, sizin üçün faydalı oldu.